Bugünkü xəstəmiz 58 yaşında qadın xəstədir. Xəstə icbari tibbi sığorta xətti ilə bizə müraciət etmişdir. Diaqnoz deməli sağ buçanaq oynağının 4-cü dərəcəli koksartrozudur. Xəstədə hal-hazırda sağ buçanaq oynağının total endoprotezləşdirilməsi əməliyyatı planlaşdırılır. İşten çıxıb evə gedirdim, ayağım elə bil ki, quyuya düşdü. Elə oynanda elə bir ağrı başladı. Bu okaziyası elə bir ilin, 2 ilin söhbəti değilmiş, uzun illərə gedirmiş. Ne bilim, bu axırıncı bu bir ildə üzə vurası. Vurdu üzə, elədi invalid. Asaq. Bilay o. Geldim doktoru tapdım, doktora müraciət elədim. Doktor da çox sağ olsun. Başımızın üstündən əski eləməsinlər. Vallahi. Göydə Allah yerdə doktorlar. Çox sağ olsunlar, var olsunlar, minnətdarım. Özü necə istəyirsən, əməliyyat necə gedir? Yaxşı, çox yaxşı hiss edirəm. Əməliyyatımız uğurla yekunlaşdı. Sağ buçanaq oynağı total endoprotezləşməsi əməliyyatı icra olundu. Əməliyyatdan sonraki görüntüləri sizlərlə bölüşəcəyik. 2 gün qabaq edəcək klinikasında əməliyyat olunmuşam. Əməliyyatım uğurlu keçdi. Təşəkkür edirəm Rauf doktora, bir də onun kollektivinə. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.